Neftçala rayonunun mərkəzində bazar ərazisində məişət tullantılarının yığılması ciddi narazılığa səbəb olub. Sakinlərin bildirdiyinə görə, ərazi artıq zibil poliqonunu xatırladır və ətrafda yayılan üfunət qoxusu gündəlik həyata dözülməz hala gətirib. Bölgə TV bizim əsrarıza istinadən bildirir ki, şəhər mərkəzində yaranan bu antisanitar vəziyyət yalnız pis qoxu ilə məhdudlaşmır. Yerli sakinlər deyir ki, tullantıların vaxtında yığılmaması nəticəsində sahibsiz itlərin sayı artıb. Bu isə həm təhlükəsizlik, həm də sanitariya baxımından əlavə risklər yaradır. Onların sözlərinə görə mövcud vəziyyət müxtəlif xəstəliklərin yayılmasına da zəmin yaradır. Məsələ burasındadır ki, Neftçala sakinləri məişət tullantılarının yığılması və daşınması üçün hər ay müvafiq ödənişlər edirlər. Lakin buna baxmayaraq, rayonun ən işlək və insanların sıx toplaşdığı bazar ərazisinin bu vəziyyətdə qalması ciddi suallar doğurur. Sakinlər Neftçala rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mehdi Miriyevə səslənərək bildirirlər. Rayonun mərkəzində yaranmış bu azınzacaqlı mənzərədən qurum rəhbərliyinin xəbəri varmı? Əgər varsa, bazar ərazisi niyə mütəmadi olaraq təmizlənmir? Əgər yoxdursa, o zaman aidiyyəti əməkdaşlar şəhərin mərkəzi bazar ərazisinə niyə nəzarət etmirlər? Qeyd edək ki, sözü gedən vəziyyətlə bağlı hələlik Neftçala rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən rəsmi münasibət bildirilməyib. Rəna Rövşən qızı, Bölgə TV.